Elşad Miri deyir ki, Quran konstitusiyadır. Yenə də deyirəm, mən bu müqayisə ilə razı deyiləm dini baxışlarıma görə, amma yenə də onun məntiqi ilə bu məsələyə yanaşaq. Okey. Deyir ki, Quran konstitusiyadır. Və biz bu konstitusiyada, ana yasada yazılanlara əməl etməliyik. Bu hissəsi doğrudurmu? Bəli, doğrudur. İndi gəlin bir müqayisə və nümunə verək. Tutalım, biz avtomobil idarə edirik və qırmızı işıqda biz bilirik ki, normalda yol hərəkəti qaydalarına görə dayanmalıyıq. Amma dayanmırıq, sürürük, keçib gedirik və adam vururuq. Və deyirik ki, konstitusiyada qırmızı işıqla bağlı bir şey yoxdur, müddəa yoxdur. Ona görə də mən bunu etdim. Buna görə məni cəzalandıracaqsınız, o məntiqlə. Təbii ki, deyəcəksiniz ki, yox. Çünki konstitusiyada bu yoxdur. Eyni şey, adam deyəcək ki, mən boşanmışam, aliment vermirəm. Konstitusiyada var aliment? Yox. Və yaxud da digər bir şey, mənzillə bağlı. Kimsə kimisə mənzilindən qeydiyyatdan çıxarır və yaxud da ki, qeydiyyata salır. Bu var mənzil məcəlləsi olaraq konstitusiyada? Yox. Deməli, dostlar, bu sadə bir məntiqdir. Və bu sadə məntiq ondan ibarətdir ki, konstitusiya ümumi müddəalardan ibarətdir. Və konstitusiyanın əsas qanun olduğu halda insan haqları, hüquqları, azadlıqları, münasibətləri və s. ilaxır bunların əlavə şərhlərə ehtiyacı var. Necə ki, misal gətirdim, yol hərəkəti ilə bağlı yol hərəkəti qanunu lazımdır. Necə ki, məsəl üçün, inzibati xəta ilə bağlı inzibati xətalar məcəlləsi lazımdır. Necə ki, mənzillə bağlı nümunə dedim, mənzil məcəlləsi lazımdır. Hüquq, məhkəmə, instansiyaları və s. ilaxır və bunların hamısının şərhlərə ehtiyacı var. Yəni, biz bugün əgər təkcə konstitusiyanı götürsək və həyatımızda tətbiq eləsək, təsəvvür edin ki, dünyada necə bir xaos olar. Hamımız istinad edəcək konstitusiyaya və deyəcək ki, bu yoxdur. Bu böyük bir xaosa gətirib çıxara bilər. Bax, bu qədər sadədir. Yəni, yenə də deyirəm, onun öz məntiqi ilə cavab verdim. İndi özünüz oturun, düşünün və görün ki, bu məntiqlə Qurana yanaşsaq, əgər biz dünyada konstitusiyanı əsas götürüb təkcə onunla kifayətlənmiriksə, ailə məcəlləsi lazımdır, torpaq məcəlləsi lazımdır, inzibati xətalar məcəlləsi lazımdır, yol hərəkəti qaydaları lazımdır, normativ hüquqlar lazımdır. Yəni, bütün bunlar insanın həyatını təşkil edir. Bunlar olmadan insan yaşayarsa, yenə də deyirəm, anarxiya, xaos olar. Və indi də Elşadın məntiqi ilə biz konstitusiyanı əsas götürək və digərlərini qoyaq bir kənara ki, bunlar lazım deyil. Bunların şərhlərinə heç bir ehtiyac yoxdur. Əlimizdə anayasa var, konstitusiya var. İndi başa düşdünüz məsələ necə dərin və incədir və eyni zamanda bu qədər sadə və bəsitdir. İndi bütün bunları başa düşmək üçün alim olmaq lazımdır. Mən sadəcə onun öz məntiqi ilə bu məsələyə yanaşıram. Başqa bir məntiqlə yox. Eyni şey də Quranlandır. Əgər biz təkcə Quranı götürsək və həyatımızda tətbiq eləsək, şübhəsiz bunu etməliyik də. Amma əlavə şərhləri, hədisləri kənara qoysaq, onda eyni zamanda, eyni vəziyyət, necə ki, dünyavi məsələdə bizim həyatımızda xaos olacaq, dinimizdə də xaos olacaq. Mən deyəcəm, sübh namazı 1 rükətdir, Elşad deyəcək 2 rükətdir, o birisi deyəcək 4 rükətdir, bu birisi deyəcək 10 rükətdir. Başa düşürsünüz? Vahidlikdən, vəhdaniyyətlikdən o iş məcrasından çıxmış olacaq. Və sən Elşad, nə üçün gedib hədisləri axtarıb içərisində elə hədisləri axtarırsan ki, onlar insanların beyninə şübhə toxumu salır? Niyə digər hədisləri nəql etmirsən? Niyə mənəvi dəyərlərə, ailə dəyərlərinə, valideyn dəyərlərinə, insani dəyərlərə hörmət bəsləyən, onları doğruluğa çağıran, dürüstlüyə çağıran, haqq ədalətə çağıran hədisləri nümunə gətirmirsən də, harada belə yanlış, haradasa belə nə bilim itib batmış qalmış bir hədis var, çıxardırsan, deyirsən, budur da kitabda yazılır. Deməli, sənin məqsədin bu dinə xidmət eləmək, bu dini yaymaq, insanlar arasında o mehribanlığı, insanlar arasında o dəyərləri gətirib çatdırmaq deyil. Elə mövhumat deyirsən, elə sənin gətirdiyin ən böyük mövhumatdır. Sən niyə mövhumatı önə çəkib digər məsələləri kənara qoyursan? Deməli, sənin məqsədin burada başqadır. İndi bir nümunə də deyəcəm. Çalışın sona qədər dinləyin, izləyin və sonradan da özünüz qərar verərsiniz. Mən bu məsələdə artıq heç nə demək istəmirəm. Baxın, tutalım ki, uzaq bir Burkina Faso adlı bir ölkədə bir nəfər peyda olub və deyir ki, Azərbaycan dilində
yazılanlar, Azərbaycan dilinin ədibləri, ədəbiyyatçıları, şairləri Azərbaycan dilində səhv yazırlar, düzgün yazmırlar, qrammatik səhvlərə yol verirlər. Onların dili və danışığı o deyil və bunu məndən başqa heç kim bilmir bütün dünyada. Heç bir Azərbaycanlı da bilmir. Təsəvvür ediniz indi bunu. İndi təsəvvür edin ki, 1400 ildir heç bir ərəb dilini ana dili olan kəs bilmədi, bu mənaları tapmadı, başa düşmədi, izah edə bilmədi. 1400 ildir insanlar sən demə cəhalət içərisində, qəflət içərisində yaşayır. Doğru düzgün İslama riayət eləməyiblər. Nə yaxşı irşad gəldi, çıxdı və bizi xilas elədi. İndi başa düşdünüz məsələ nə qədər sadə və incədir eyni zamanda. Yenə də deyirəm, alim deyə bilərsiniz. Və Ali İmran surəsi 61-ci ayədə belə deyilir. Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qızlarımızı, siz də qızlarınızı, ailə üzvlərinizi bura çağıraq və yalan danışana Allahın lənəti olsun deyək. İndi mən də deyirəm, Elşad Miri, əgər sən doğru danışırsansa, insanları azdırmırsansa, baxın, mən bu məsuliyyəti öz üzərimə götürürəm. Bu çox ağır, böyük bir məsuliyyətdir. Doğru danışırsansa, insanları azdırmırsansa və mən sənə yalandan böhtan atıramsa, yalan danışıramsa, sənə özünə qərəzin varsa, sənin gətirdiklərinə dəlilim yox, sənin özünə görədirsə bütün bunlar, qoy Allahın, mələklərin, insanların lənəti mənim üzərim olsun. Yox, əgər sən insanları azdırırsansa, bu qarğış deyil, bu duadır. Bəziləri yazır ki, niyə qarğış edirsən? Bu qarğış deyil, bu duadır. Əgər sən həqiqətən də insanları azdırırsansa, Allah adına yalan danışırsansa, Peyğəmbəri aşağılayırsansa və məqsədin insanları azdırmaqdırsa və bunu eləyirsənsə, məqsədli şəkildə, o zaman qoy Allahın, mələklərin və bütün insanların lənəti sənin üzərinə olsun. Və əgər siz həqiqətən də hesab edirsiniz ki, Elşad bu məsələdə doğrudur, onda sizə bir sual vermək istəyirəm. Siz bütün bu mənim danışdıqlarımdan sonra istəyərdiniz qiyamətdə Elşadla bir yerdə həşr olmasınız. Sadəcə sual verirəm. Əgər onu doğru hesab edirsinizsə, hə yazın. Əssəlamu aleykum.